Değerli kardeşlerim, bugünkü xütbəmizin mövzusu yaxşılığı əmr edib pislikdən çəkindirmək barəsində olacaqdır. Bildiyimiz kimi, yaxşılığı əmr edib pislikdən çəkindirmək fardu kifayədir. Yəni, bəzi müsəlmanların edib, digərlərinin etməməsi ilə bu fərziyyət aradan qalxır. Əgər bu fərziyyəti heç kim işləməsə, bütün müsəlmanlar bu əməldən məsuliyyət daşıyır. Oxuduğum ayət-i cəllədə Uca Rəbbimiz buyurur ki, siz insanlar içərisindən çıxarılmış ən xeyirli ümmətsiniz. Nə müddətcə ən yaxşı ümmətik, yaxşılığı əmr edib pislikdən çəkindirdiyiniz müddətcə. Deməli, insanlar içərisindən çıxarılmış xeyirli ümmət olmağımıza səbəb yaxşılığı əmr edib pislikdən çəkindirməyimizdir. Bizdən öncəki ümmətləri həlak etmə səbəbi Rəbbimizin məhz aralarında yaxşılığı əmr edib pislikdən çəkindirmək məsələsi olub. Bu da Maidə surəsində Uca Rəbbimiz bizlərə bunu xəbər vermişdir. Sahabədən Əbu Said Əl-Xudri, Allah ondan razı olsun, bir hədis şəriflərində belə buyurur. Kim bir pislik gördüyü zaman onu əli ilə düzəltməyə çalışsın. Əgər gücü çatmasa, dili ilə düzəltməyə çalışsın. Əgər buna da gücü çatmasa, ən azından qəlbi ilə buğz etsin. Bu isə imanın ən zəif dərəcəsidir, qardaşlar. Yəni, bir pislik gördük, əlimizlə ona mane olmağa çalışmalıyıq. Qardaşımızın bir xətasını gördük, bir yanlışını gördük. Nəyimə lazım, mənə nə? Bu sözlər bizə yaraşmaz. Allah rızası üçün bir mömin olaraq üzərimizə Allah Azza və Cəllənin yüklədiyi vəzifələrdən biri də yaxşılığı əmr edib pislikdən çəkindirmək məsələsidir. İkincisi, ən azından əllə düzəldə bilmirsən, heç olmasa dilinlə, qardaşım, bu Allahın haram etdiyi bir məsələdir. Bu məsələyə diqqətli ol. Kimi, həmin insana xəbərdarlıq edəcəksən. Allah-u Teala'nın sevmədiyi bir işdəsən. Allah-u Teala bu işvə razı deyil. Və bunun kimi misalları çoxaltmaq olar. Üçüncüsü isə imanın ən zəif dərəcəsi olan məsələ nədir? Ən azından qəlbinlə buğz etməlisin. O çirkin işə əlinlə, dilinlə bir şey eləyə bilmirsənsə, ən azından qəlbinlə ona nifrət edəcəksən. O pisliyi aradan qaldırmağa çalışacaqsan. Əgər bunu etmirsənsə, qüsura baxma, sənin qəlbin ölüb. Xütbəmin əvvəlində oxuduğum kimi bu ümmətin ən xeyrisi olmaq, yaxşılıq əmr edib pislikdən çəkindirməklə olur. Baxın, Allah Resulü Aleyhissalatu vesselam bizlərə insanı həlak edən, aramızda yaxşılıq əmr edib pisliyi çəkindirmək məsələsi olmasa, bizlərin də həlak olacağını bilir. Allah Resulü yaxşı anlamağımız üçün bizə bir misal verir. İki qrup insan gəmiyə minirlər, püşk atırlar. Bir qismi aşağıda olur, bir qismi yuxarıda olur. Aşağıdakılar yuxarıdakıları narahat etməmək üçün, su götürmək üçün gəmini dəlib, oradan su götürsələr, nə olar? Gəmi dəlib batar. Nə müddətcə yuxarıdakılar aşağıdakılara mane olmadığı müddətcə. Yuxarıdakılar aşağıdakılara mane olmasa, həm özləri həlak olacaq, həm də aşağıdakılar həlak olacaq. Onun üçün də bu elə bir bəladır ki, bunun qarşısı alınmasa, hər kəsin çətinliklər, sıxıntılar gözləyir. Resulullah sallallahu aleyhi və səlləm
İbn Abbas radiyallahu anh'dan rivayet olunur bu hədis. Kiçiyimizə hörmət etməyən, böyüyünə mərhəmət göstərməyən, yaxşılığı əmr edib pislikdən çəkindirməyən bizdən deyildi buyurur. Yəni İslamın kamilliyini tam dadmamış. Bak Allah Resulü Aleyhisselatü Vesselam bize 4 şeyi bildirir. Böyüyünə hörmət edəcəksən, ona ədəb göstərəcəksən. Bu istər sənin valideyn olsun, istər digər səndən böyük olsun. Ədəbdə, əxlaqda onlara qarşı qüsur etməyəcəksən. Böyük də öz böyüklüyünü gözləyib, özündən balacalara, kiçiklərə şəfqət və mərhəməti əsirgəməyəcək. Üçüncü məsələ, yaxşılığı əmr edəcək. Gördüyü, bildiyi yaxşılıq adına nə varsa, istər dünyəvi, istər uxravi olsun, yaxşılıq əmr edəcək. Və pislikdən də çəkindirəcək. Dəyərli qardaşlarım, yenə Loğman surəsində yaxşılığı əmr edib pisliyi çəkindirmək barəsində Loğman əleyhissalamın öz oğluna nəsihəti var. Loğman əleyhissalam belə buyurur. Ya buneyyə, ey oğlum, əqimis salə, birinci olaraq namazı qıl deyir. Və əmur bil ma'ruf və nhə anil münkər. Yaxşılığı əmr et, pislikdən çəkindir. Biz də övladlarımıza bunu təlqin eləməliyik. Övladlarımız evdən çölə çıxarkən yaxşılıq adına nə varsa onlara öyrətməliyik. Dəyərli qardaşlarım, Huzeyfə İbn Əl-Yəmən radiyallahu anh Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən rivayət olunan bir hədisi bizə nəql edir. Ya yaxşılığı əmr edib pislikdən çəkindirərsiniz, ya da Allah sizə bir cəza göndərər, siz də ona dua edərsiniz, ancaq o duanıza cavab verməz buyurur. Baxın, yaxşılığı əmr edib pislikdən çəkindirməzsək, Allah Azza və Cəlləyə nə qədər dua etsək də, Allah Azza və Cəllə o bəlanı bizim üzərimizdən qaldırmaz. Nə qədər dua etsək də duamıza icabət eləməz. Deməli, bəzən dualarımızın qəbul olmama səbəblərindən biri də aramızda yaxşılığı əmr edib pislikdən çəkindirməmək məsələsidir. Yenə başqa bir hədisdə rivayət olunur. Rasulullah sallallahu aleyhi və səlləm uca Allah aralarında günahlar edildiği halda bu günahlar edənlərdən daha güclü və onlara mane olmağa qadir ikən bunu etməyən topluluğun hamısını əzab eləyər buyurur. Baxın, əgər imkanın, gücün, qüvvətin yerindəykən yaxşılığı əmr edib pislikdən çəkindirmirsənsə, Allah o toplumun tamamına neyniyər? Əzab edər. Rəbbim bizləri qorusun. Başqa bir ayət-i cəllədə, yine Əl-İmran surəsində aləmlərin Rəbbi olan Allah belə buyurur. وَلْتَكُمْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ buyurur. Aranızdan yaxşılığı əmr edən, pisliklərdən çəkindirən bir toplum olsun. Yani Müslümanlar arasında, Müslümanların öz aralarında bir toplum olsun ki, onlar yaxşılığı əmr etsin. Alimlər, müfəssirlərin bildiğine göre buradaki hayırdan murad dini ve dünyevi ne varsa bütün hamısını ihtiva edir.